Aziz dostlar, ixtisas seçimi ilə bağlı bir məsələni sizin diqqətinə çatdırıram. Yəqin ki, əvvəlki illərin təcrübəsində olduğu kimi bu ildə ixtisas seçimi avqust ayının 5-i 7-sindən sonra başlayar. Amma bunun hələ dəqiq qərarı yoxdur. Burada sizə demək istədiyim məsələ nədir? Əgər ixtisas seçimi, məsələn, tutaq ki, avqust ayının 8-i başlayır və 18-i bitirsə, ixtisas seçimi üçün fərqi yoxdur. Siz o seçimi etdikdən sonra təsdiqi ayın 8-i edəsiniz, yoxsa 18-i edəsiniz. Bunun hansı şəxsin hara qəbul edilməsinə heç bir aidiyyəti yoxdur. Ona görə tələsmək lazım deyil. İxtisas seçimi təkcə rəqəmlərin təhlili deyil. Yəni, ötən ilki qəbulların nəticələri, bu ilki statistik təhlillərin nəticələri, plan yerlərinin təhlili, eyni zamanda ixtisas seçimi düzgün ixtisası seçmək deməkdir, düzgün universiteti seçmək deməkdir. Yəni, burada universiteti araşdırmalısınız. Hansı universitetlə siz 4 il müddətində öz biliyinizi artıracaqsınız, bazarınızı inkişaf elətdirəcəksiniz. Ona görə tələsməyin, təhlil eləyin, universitetlərin maddi-texniki bazasına, son illərdə onların əldə etdiyi nailiyyətlərə baxın. Eyni zamanda professor heyətinə baxın. Eyni zamanda onların sosial şəbəkə hesablarına baxın. Onlar sosial şəbəkələrdə nəyi təbliğ edirlər? Onlar sosial şəbəkələrdə elmdən, innovasiyadan, müasir yanaşmalardan nəyisə ictimaiyyətə təqdim edirmi? Və sairə və ilaxirə. Eyni zamanda bu prosesləri bilən, bu proseslərlə maraqlanan adamlardan bir fikir alın, fikir soruşun. Ona görə tələsmək lazım deyil. İxtisas seçimi üçün düzgün insanlara müraciət edin, düzgün ünvanlara gedin və ehtiyatlı olun, eyni zamanda diqqətli olun. Hələlik sağ olun, yeri gəldikcə fikirlərimi, yəni öz təcrübələrimi sizinlə bölüşməyə çalışacağım. Sağ olun.